Hamiləlikdə radioaktiv yodun istifadəsi təhlükəlidir. Hətta radioaktiv yod istifadə edən pasientlərdə 3-6 ay müddətində hamiləliyə icazə verilmir. Vitamin D-nin miqdarının artırılması qalxanvari vəzi problemlərini həll etməyə kömək etdiyi üçün 18% hamiləlik şansımızı artırır. Hamiləlikdə qalxanvari vəzi problemi uşağın ölü doğulmasına səbəb ola bilərmi? Bütün bunlar Doktor Məndə. Niyə bu xəstəlik qadınlarda daha çox rast gəlinir? Qalxana bənzər vəzi xəstəlikləri hamiləlik zamanı hansı fəsadları törədir? Salam, hər vaxtınız xeyir olsun. Vaxt sağlamlığa işləsin ki, zob həyatımızı zəhərləməsin. Qalxanvari vəzi, yəni tiroid xəstəliklərində hormon çatmamazlığı əgər yüngül olarsa, əlbəttə ki, bu ölü doğuma səbəb ola bilir və yaxud ki, spontan abortlara səbəb ola bilir. Amma hətta bu hormon çatmadıqda, ciddi çatmamazlığında hamiləlik baş vermir. Amma ölü doğum, bəli, hamiləlik baş vermir. Yüngül pozulmalarda bəzən pasientlər önəmsəmirlər ki, yüngül hormon dəyişikliyidir, amma bu belə ölü doğumlara səbəb ola bilir. Doktor, müzakirəmizi davam eləyəcək, həkimimizi tanıyaq. Endokrinoloq Günel Şiliyeva Azərbaycan Tibb Universitetinin Müalicə fakültəsində təhsil alıb. 4 saylı klinik xəstəxanada internatura keçib. Ankara Ege Universitetində endokrinologiya və metabolizm üzrə təcrübədə olub. Ölkədaxili və xaricdə polikistoz, ovulyasiya induksiyası, hamiləlik və endokrin xəstəliklər, pediatrik endokrinologiya, nutrisiologiya üzrə kurslarda, bariatrik metabolik cərrahiyyə konfranslarında, hipofiz simpoziumunda iştirak edib. 2008-ci ildən özəl klinikalarda çalışır. Türkiyə Endokrinologiya və Metabolizm Cəmiyyətinin fəxri üzvüdür. Qalxanvari vəzinin funksiyasının zəifləməsi ölü doğumların ən böyük səbəblərindən biridir. Bunu geniş şəkildə açıqlasaq belə deyə bilərik ki, qalxanvari vəzin hormonlara çatmadığı zaman bu hipofizdə olan tiroid stimuledici hormonun artmasına, dolayı yolla prolaktin artışına səbəb olur. Təbii ki, estrogen hormonu azalır və dolayısıyla ciddi hormon çatmamazlığı olan insanlarda, xanımlarda hamiləlik heç baş vermir. Sadə bir hormon dərmanı qəbul etməklə onlar etmədikləri halda onlar 10 illərlə zamanlarını itirirlər. Halbuki sadə bir dərmanla hamilə qala bilərlər. Bəziləri yenə kontrolsuz olur, yəni hamiləlik zamanı genəldə ginekoloqlar tərəfindən aşkarlanır bu pasientlər və bunlar hamiləyə qalırlar. Hətta çox zaman hormon dərmanı qəbul etməkdən imtina edirlər ki, hamilə qalmışamsa deməli problem yoxdur. Amma bu son nəticədə spontan abortlara və yaxud da ki, ölü doğumlara səbəb olur. Bu da təbii ki, vaxtında, halbuki bunlar sadə bir hormon dərmanı verilərək qarşısı alına biləcək problemlərdir. Çünki tiroid hormonları bütün toxumaları demək ki, Günel xanım, o dərman qəbul etməmək, hamiləlik vaxtı heç bir dərman qəbul etməyək, dövlət təsir edək. Bu günlərin biz o fikrin üstündən bir xətti çəkirik. Çünki sujetdə də gedilən, yəni verilən suala əsasən hamiləlik zamanı xəbərimiz olmadan tiroid hormonunun disfunksiyası baş verə bilər. Bu zamanda ölü doğumlara səbəb ola bilər. Ölü doğumlara, çünki ilk 3 ayda hormonal olaraq ən çox endokrin patologiya olan orqan qalxanvari vəzidir. İlk 3 ayda. Və ilk 3 ayda uşağın özünün qalxanvari vəzi tiroid hələ olmur. 3-cü ayda tam formalaşmış olur. Bu 3-cü trimestrdə. Bəli, əslində 2-ci trimestrdə 3-cü ayını keçdikdən, 12 həftəni keçdikdən sonra formalaşır və bu dövrdə ananın hormonları normal deyilsə, bu dolayı yolla uşağın hormonal balansının pozulmasına gətirib çıxardır. Çox zaman doğulan uşaqlar hipotireoz, yəni funksiya zəifliyi olur, amma həkimlər görüntü olaraq onu oxşatmırlar. Çünki ananın az da olsa hormonu varsa köməkdir, amma müəyyən yerə qədər köməkdir. Ən azından konjenital hipotireozlər olmur. Anadan gəlmə qalxanvari vəzin funksiyasının zəifləməsi hansı ki, zəka problemlərinə gətirib çıxardır. Amma ən azından subklinik vəziyyətdə olur. Bu uşaqlar da böyüdükdən sonra valideynlər görür ki, yaşıtlarından geri qalırlar. Cinsi inkişaflarında problemlər olur. Çəki almağa ödəmli olurlar bu uşaqlar. Qavrama qabiliyyətləri zəif olur. Yəni, yalnızca uşağın dünyaya gəlməsi azdır hələ. Bir çox problemlər yaranır.